Salam dostlar, ardıcıl olaraq paylaşdığımız sınaqlar silsiləsindən 5-ci sınağın suallarına birlikdə baxaq. Birinci sualda deyilir ki, bir-birindən fərqli x, 2, y, 9, 6 natural ədədlərin kiçikdən böyüyə doğru düzdükdə ortadakı ədəd x olur. Buna görə y aşağıdakı ədədlərdən hansı ola bilməz? Gəlin bir-bir yoxlayaq. Tutaq ki, y bizdə 8-dir. Onda x ortada olacağı üçün düzülmə kiçikdən böyüyə doğru bu şəkildə olur. 2, 6, y-ə 8 vermişik və 9. Beləliklə, x ortaya düşür. Deməli, y 8 ola bilər. İndi y-i biz gəlin 3 götürək. Bu halda kiçikdən böyüyə doğru düzsək, 2, 3, x, 6 və 9. Yenə də x ortaya düşür. Deməli, y 3 də ola bilər. Əgər biz y 5 götürsək, bu halda x ortaya düşməlidir. Onda biz düzürük 2, hökmən 2-dən sonra gəlir 5, sonra gəlməlidir 6, sonra gəlir x, sonra da gəlir 9. Bu isə şərtə ziddir. Çünki şərtə əsasən x ortada olmalı idi. Deməli, doğru cavab olar C bəndi. Yəni, y 5-ə bərabər ola bilməz. İndi gəlin ikinci suala baxaq. İkinci sualda deyilir ki, aşağıdakı kəsirlərdən ən böyüyünü tapın. Bunu sadə üsulla bu şəkildə tapırıq. 12-də 5, təqribən, baxın, 50-ni 12-yə bölsək, 4 dəfə düşür, düzdürmü? 0,4, davamı da nəsə gəlir. Sonra 8-də 1, sonlu onluq kəsirdir və onun qiyməti 0,125-ə bərabərdir. C bəndində 20-də 13 durur. Məxrəc 20 olduğuna görə 5-ə vursaq, sürətli məxrəcini %65 alarıq ki, bu da sonlu onluq kəsirdir, 0,65 olar. Sonra 16-da 9, baxın, burada da təqribən deyək, ya da ki, bərabər qoya bilərik. Çünki davamında nəsə var, amma yazmırıq. 90 içində 16, 5 dəfədir. 0,5, davamında da nəsə olmalıdır. Bir də E bəndinə baxaq. 18-də 11, o da bərabərdir. 0. Əgər biz 110-u 18-ə bölsəydik, neçə dəfə düşərdi? Təxminən 0,6 dəfə düşərdi. Düzdürmü? 0,6, amma 65-dən daha kiçik olardı. Amma biz bilmirik ki, yəni bu kiçikdir yoxsa böyükdür. Bunu müqayisə etmək üçün 20-də 13 ilə 18-də 11 kəsirlərini ortaq məxrəcə deməli gətirməliyik. 20 ilə 18-in ortaq məxrəci 180-dir. 20-ni 9-a vursaq 180 ilə. Deməli 13-ü də 9-a vururuq. Bu edir 117. Digər tərəfdən 180-də 18-də 10-a vursaq 180 ilə. Deməli 11 də 10-a vurulmalıdır. 180-də 110 alırıq. Baxırıq ki, həqiqətən də 180-də 117, 180-də 110-dan daha böyükdür. Yəni 20-də 13 burada daha böyük kəsirdir. Yəni ən böyük kəsir 20-də 13 olar. Sonra üçüncü suala baxaq. Üçüncü sualda deyilir ki, şagirdlərin 50% əlaçıdır, şagirdlərin 60% oğlan olarsa, əlaçı şagirdlərin ən azı neçə faizi oğlan ola bilər? Yəni suala bu cür yanaşaq. Deyək ki, sinifdə 100 şagird var. Əgər 100 şagird varsa, onun 60%, yəni 100-ün 60%, yəni 60-ı oğlan olar. Onda 40 nəfər də qız olar. Deməli yazırıq onda oğlan 60 nəfər, qız isə 40 nəfər olar. Və deyək ki, sinifin 50 şagirdlərin 50% əlaçıdır. Yəni 100-ün 50% edər 50 nəfər. Yəni 50 nəfər bizdə əlaçı şagird var. İndi soruşur ki, əlaçı şagirdlərin ən azı neçə faizi oğlan ola bilər? Ən az soruşursa, deməli onda əlaçı uşaqların ən çoxu qızlar olmalıdır, ən azı da oğlanlar olmalıdır. Ən çox qızlardan neçə nəfər əlaçı ola bilər? 40 nəfər. Deməli 50 nəfər əlaçının 40-ı elə qız olsa, onda 10 nəfər oğlan burada minimal olaraq əlaçı ola bilər ki, 50-dən 10-u faiz olaraq tapsaq, bizə verər 20%. Deməli, ən azı 20% oğlan əlaçı ola bilər. Sonra doğru cavab edər B bəndi. Dördüncü suala baxaq. Ədəd tam hissəsindən 1,2 dəfə çoxdur. Gəlin, bu onluq kəsiri bu şəkildə yazaq. A tam onda B. İndi tam hissə bizdə nədir? A-dır və ədəd deyir, tam hissəsindən 1,2 dəfə böyükdür. Yəni, tam hissəsini biz 1,2-yə vursaq, həmin bu onluq kəsirə bərabər olar. İndi sol tərəfi açsaq, A tam, üstə gələk 0,1B bərabərdir 1,2A. A-nı sağa açsaq, 1,2A-dan A çıxdıqda 0,2A, o da bərabərdir 0,1B. Hər tərəfi də 10-a vursaq, B bərabərdir 2A almış olarıq. İndi soruşur ki, ədəd kəsir hissəsindən neçə dəfə böyükdür? A tamında B-ni biz bu dəfə B-yə bölürük.
Sürətdəki onluq kəsiri atsaq, a üstəgələk 0.1b bölünsün b olar. Daha doğrusu kəsir isə burada 0.1b idi. Bağışlayın. 0.1b. İndi a-nın yerinə biz yazarıq. A-nın yerinə biz nə yaza bilərik? A-nın yerinə heç nə yazmırıq. Biz b-nin yerinə nəsə yaza bilərik. B-nin yerinə biz 2a qoysaq, onda olar a üstəgələk 0.1 vurulsun 2a bölünsün 0.1 vurulsun deməli 2a. Buradan 0.1'i 2a'ya vuranda 0.2 aynı da toplasaq bu deyilən 1.2a bölünsün 0.1'də 2a'ya vurduqda 0.2a nisbət də bizə 6 verir. Deməli, ədəd kəsir hissəsindən 6 dəfə çox olar. 5-ci suala baxaq. 5-ci sual 7-ci sinifdə bağlı bir sualdır. 2 üstü 4 üstə gələ 2 üstü 5'in kvadratı bölək. 4 üstü 5 vurulsun 27. Mötərizədəki 2 üstü 4'ü ortaq vuruq çıxartsaq, onda mötərizənin içində qalar 1 üstə gəl 2 və ümumi kvadratı. 4'ü 2 üstü 2 yazsaq, 2'nin kvadratının üstü 5, 27'nin də 3'ün kubu yaza bilərik. Beləliklə, 2 üstü 4'ün kvadratı eləyir 2 üstü 8, 1 üstü 2 gəlirəm 3 kvadratı olur 3'ün kvadratı bölək 2 üstü 10 vurulsun 3'ün kubu. 2 üstü 8, 2 üstü 10 ilə ixtisar etdikdə sürətdə 1, məxrəcdə 2'nin kvadratı, 3'ün kvadratı 3'ün kubu ilə ixtisar etsə sürətdə 1, məxrəcdə isə 3 qalır. 2'nin kvadratı 4, 3'ə vurduqda 12, deməli məxrəc olar 12, sürətdə isə olar 1. Altın doğru cavab olar A bəndi. 6-cı suala baxaq. 6-cı sualda deyilir ki, x üstü 4 çıxaq, y üstü 4 çox ədisini vuruqlara ayırın. X üstü 4'ü biz x kvadratının kvadrat şəklində yazaq, çıxaq, y üstü 4'ü isə y kvadratının kvadrat şəklində. Beləliklə, x kvadratı çıxaq, y kvadratı vurulsun, x kvadratı üstə gəl, y kvadratı. İndi x kvadratı çıxaq, y kvadratında biz x çıx, y, x üstə gəl, y şəklində vuruqlara ayıra bilərik. Vuraq, x kvadratı üstə gələ, y kvadratı və doğru cavab da D bəndi olar. Sonra 7-ci suala baxaq. 7-ci sualda deyilir ki, x çıxaq, y bizdə 14'ə bərabərdir. X üstə gələ, y 9 olarsa, verilmiş kəsirin qiymətini tapın. Gəlin kəsirin sürət və məxrəcini əvvəlcə yazaq və uyğun olaraq kəsirin sürət və məxrəcində uyğun çevrilmələr aparaq. Deməli, diqqət etirsək görərik ki, həm kəsirin sürətində, həm də kəsirin məxrəcində kvadratlar fərqi durur. Deməli, biz kvadratlar fərqinin düsturundan istifadə edib aça bilərik. X üstə gələk 3'ün üzərində bir dəfə y çıxsın 4 əlavə edirik. Bir dəfə də x üstə gələk 3'dən biz çıxırıq y çıxaq 4'ü, yəni çıx y üstə gəl 4. Bölək. Məxrəcdə x çıxaq 2 üstə gələk y üstə gəl 5 və x çıxaq 2 çıxılsın y çıxılsın 5. Beləliklə, x üstə gəl y çıx 1 və x çıx y üstə gəl 7 bölək x üstə gəl y üstə gəl 3 və x çıxılsın y çıxılsın 7 almış olarıq. İndi x üstə gələ y-in qiyməti 9'dur. 1 çıxdıqda 8 alırıq. X y-in qiyməti 14'dür. 7 də əlavə etsə 21 alırıq. X üstə gələ y-in qiyməti 9'dur. 3 əlavə etdikdə 12. X y-in qiyməti 14, 7 də çıxdıqda 7 almış olarıq. 21 ilə 7'ni ixtisar aparsaq sürətdə 3 qalar. Məxrəcdə isə 1, 8 dəfə 3, 24, 12 dəfə də 1, 12. 24'ü 12'yə böldükdə 2 alarıq ki, doğru cavab da C bəndi olar. İndi 8-ci suala baxaq. 8-ci sualda deyilir ki, x sıfırdan kiçikdir, yəni mənfi ədəddir. 4-cü dərəcədən kökün altında 32 vurulsun x üstü 9, y üstü 5 ifadəsini sadələşdirin. Baxın, x mənfi olduğuna görə x-in tək dərəcədən qüvvəti də mənfi eləyir. Amma kökün dərəcəsi cüt olduğuna görə biz bilirik ki, cüt dərəcədən kökün altında əgər həqiqi ədədlərdən biz danışırıqsa da mənfi ola bilməz. Onda kökün altının müsbət olması üçün x üstü 9 mənfidirsə, gərək y üstü 5 də mənfi olsun. Onda belə çıxır ki, y-in özü də mənfidir. İndi biz artıq kök çıxarda bilərik. 4-cü dərəcədən kökün altında 32'ni yazarıq. 16 vur 2. X üstü 9'u yazarıq. X üstü 8 vurulsun x. Y üstü 5 isə y üstü 4 vurulsun y şəklində parçalaya bilərik. Beləliklə 16'dan çıxar 2. X üstü 8'den çıxar x kvadratı, y üstü 4'den isə çıxar y. Kökün də altında qalar 4-cü dərəcədən 1, 2 qaldı, 1 x və 1 də y. İndi burada diqqət etməyə məqam nədir? X mənfidirsə, kökün altından x kvadratı çıxdı. X-in yerinə mənfi qoysaq, kvadratı yenə müsbət eləyir. Amma bir dənə y çıxdı. Biz də bilirik ki, y sıfırdan kiçik olduqda, kökün altında çıxartdıqda
Gələk biz onu mənfi y şəklində yazaq. Beləliklə doğru cavab olar mənfi 2x kvadratı y vuraq 4-cü dərəcədən kökün altda 2x y olar ki, doğru cavab da D bəndi edər. Sonra 9-cu suala baxaq. Deyir ki, Zəhra İsmaildan 7 yaş böyükdür. Deməli dərhal yazırıq. Zəhra, bir də yazırıq İsmail. İsmailin neçə yaşı var bilmirik. Zəhranın, əgər İsmailin yaşını biz x olaraq qəbul etsək, Zəhranın yaşı x də gələk 7 olar. Əgər Zəhra doğulduğu tarixdən 9 il əvvəl doğulsa, məsələn, indi Zəhranın deyək 10 yaşı var. Əgər 9 il əvvəl doğulsaydı 19 yaşı olardı. Deməli, onda x də gələk 7-nin üstə 9 gələrik. Alarıq x də gələk 16. İsmail isə 5 il sonra dünyaya gəlirsə, deməli bu dəfə çıxırıq. Onda olur x çıxaq 5. Zəhra İsmaildən 4 dəfə böyük olar. Deməli, onda İsmailin yaşını 4-ə vursaq, Zəhranın yaşına bərabər olar. Beləliklə, x də gələk 16 bərabərdir. 4x çıxısın 20. 4x-i bərabərin soluna, 16-nı bərabərin sağına açsaq, x-dən 4x çıxdıqda mənfi 3x, 16-dan, mənfi 20-dən də 16 çıxdıqda mənfi 36. Beləliklə, x bərabərdir 12 almış olarıq. Deməli, İsmailin yaşı 12-yə bərabərdir. Sonra 10-cu sual tənliklər sistemi ilə bağlı bir sualdır. Deməli, tənliklər sisteminin birinci tənliyi belədir. X kvadratı y çıxaq, x y kvadratı bərabərdir 20 və ikinci tənlik isə belədir. X çıxaq y bərabər 4. Gəlin biz bu tənliklər sistemini biraz sadələşdirək. Birinci tənlikdən x, y ortaq vuruq çıxarılsa, x, y vuraq mötərizə x çıxaq y bərabərdir 20 alarıq. X çıxaq y də bərabər 4 olur. Əgər x çıxaq y 4-sə, onda x, y vur 4 bərabərdir 20-dən x, y üçün biz 5 almış olarıq. İndi biz x kvadratı üstəgələ y kvadratını tapmalıyıq. Bunu da köməkçi düstur vasitəsində bu şəkildə aça bilərik. X çıxaq y-in kvadratı üstəgələ 2xy. Beləliklə, x kvadrat üstəgələ y kvadrat bərabərdir. X çıxaq y-in qiyməti 4-sə kvadratı 16, üstəgələ 2 vurulsun 5, 2 dəfə 5 10, 16 da topladıqda eləyir 26. Deməli doğru cavab olar B bəndi. Sonra 11-ci suala baxaq. 11-ci sualda deyilir ki, mənfi 5 kiçikdir 5-də 11 çıx 4x kiçikdir 7. Bu bərabərsliyin bütün hər tərəfini 5-ə vursaq, mənfi 5-i 5-ə vurduqda mənfi 25 alarıq. 5-ə vurduqda məxrəcdəki 5-dən 5 ixtisar gedər. Onda qalar 11 çıxaq 4x kiçikdir. 7-ni də 5-ə vurduqda 35. İndi isə gəlin hər tərəfdən 11 çıxaq. Mənfi 25-dən 11 çıxdıqda mənfi 36. 11 çıxaq 4x-dən 11 çıxdıqda mənfi 4x. 35-dən də 11 çıxdıqda 24. Hər tərəfi də mənfi 4-ə böldükdə 9, x mənfi 6 alırıq. Mənfi 4-ə böldüyümüz üçün isə bərabərslik işarələri dəyişir. Deməli, burada biz təzdən yazası olsaq, mənfi 6, x 9, bax bu şəkildə yazdıq. Deməli, x mənfi 6-dan böyük 9-dan kiçikdir. İndi bərabərsliyin tam əllərin cəmini tapaq. Deməli, tam əllər mənfi 5-dən başlayır. Mənfi 5 üstə gəl, mənfi 4 üstə gəl və s. 4 üstə gəl 5, üstə gəl 6, üstə gəl 7, üstə gəl 8. Bax, belə davam edir. Baxırıq ki, mənfi 5-dən müsbət 5-ə kimi ədədləri topladıqda 0 alarıq. Yerdə 6, 7, 8 qalar ki, cəmi də 21-ə bərabər olar. Yəni, doğru cavab edər D bəndi. İndi isə gəlin 12-ci suala baxaq. Deyir ki, rombun diagonallarından biri, yəni D1 10 cm-dir. Perimetri isə P bərabərdir 52 cm-dir. Sahəsini tapın. Sahəsini tapmaq üçün biz rombun diagonalları ilə gedə bilərik. Diagonalları olan düsturuna. Yəni, S bərabərdir 2-də 1 vurulsun D1, D2. Deməli, sahəni bilmək üçün biz hər iki diagonal bilməliyik. D1-i bilirik, D2-ni isə bilmirik. Bəs nə cür tapa bilərik? Biz bilirik ki, perimetri P bərabərdir 4 vurulsun A şəklində hesablanır. Buradan 4 vuraq A bərabərdir 52 cm-dirsə, biz tərəf üçün 13 cm alarıq. Bəs yaxşı, tərəfi aldıq. Bunun bizə nə xeyri var? Biz bilirik ki, rombda belə bir münasibət doğrudur. D1-in kvadratı üstəgələ D2-nin kvadratı bərabər 4A-nın kvadratı. Beləliklə, deməli, yazırıq 10-un kvadratı üstəgələk D2-nin kvadratı bərabərdir 4A kvadratının yerinə gəlin belə bir şey yazaq. 2A-nın mötərizə üstü kvadratı. Çünki kvadrata yüksəlsək yenə 4A kvadrat alarıq. Buradan da 2 vurulsun 13-ün kvadratı. 2 dəfə 13 26. Deməli, onda olur 10-un kvadratı üstəgələk D2-nin kvadratı bərabərdir 26-nın kvadratı. D2-nin kvadratı bərabərdir 26-nın kvadratından çıxıram 10-un kvadratını. Buradan alıram D2-nin kvadratı 26-nın kvadratından 10-un kvadratını çıxanda bir dəfə 26-dan 10 çıxırıq, qalır 16. Bir dəfə də 26 üstə 10 gəldik, edir 36. Beləliklə D2 bərabərdir. Hər iki tərəfdən kök alsaq, 16-dan kök 4, 36-dan da kök 6 çıxar. 4 dəfə də 6, 24 edir. Beləliklə S bərabərdir 2-də 1 vuraq.
Birinci diagonal 10 idi. İkinci diagonala isə 24 aldıq. 24-dən 2 ixtisar getsə 12 qalar. Onu da vurduqda 120 edər. Deməli, bu rondun sahəsi 120 santimetrin kvadratı elər ki, doğru cavab da A bəndi olar. Sonra 13-cü sualda deyilir ki, bu bir silsilə sualdır. ABC ədədi silsiləsinin ardıcıl hədləri olarsa, belə bir kəsirin qiymətini hesablayın. Biz bilirik ki, əgər ardıcıl hədlərdən söhbət gedirsə, ədədi silsilədə ortada duran hədd kənar hədlərin cəminin yarısına bərabərdir. Və yaxud A üstə gələk C elə bizdə 2B-yə bərabərdir. Onda gəlin biz bu verilmiş kəsiri təzədən yazaq. A kvadratı üstə gələk C kvadratı çıxaq. 4B kvadratının əvəzinə yazıram. 2B-nin mötərizə üstü kvadratı bölünsün 2AC. Beləliklə A kvadratı üstə gələk C kvadratı çıxaq. 2B-nin yerinə yazaram A üstə gələk C və onun kvadratı bölünsün 2AC. Beləliklə A kvadratı üstə gələk C kvadratı çıxaq. A kvadratı çıxaq 2AC çıxılsın C kvadratı bölünsün 2AC. Beləliklə A kvadratları və C kvadratları islah olur. Kəsirin sürətində qalır mənfi 2AC, məxrəcində də qalır 2AC. Mənfi 2AC-ni 2AC-yə böldükdə mənfi 1 alarıq ki, doğru cavab da C bəndi edər. 14-cü suala baxaq. Deyilir ki, y bərabərdir. X kvadratı çıxaq, üstə gələk 4x və y bərabərdir. AX kvadratı çıxaq 2x üstə gəl 3 parabolaları bir nöqtədə kəsişirlərsə, A parametrini ala biləcək qiymətlərin cəmini tapın. Əgər bir nöqtədə kəsişirlərsə də, ümumiyyətlə kəsişirlərsə deməksə, bunlar aldığı qiymətlər, y-lər birbirine bərabər olmalıdır. Biz bu şəkildə bu ifadəni yazdıq. Buradan belə çıxır ki, biraz da sol tərəfdəki ifadələr sağa atıb sadələşmə aparsaq, onlar onda A çıxaq 1 vuraq x-in kvadratı çıxaq 6x üstə gəl 3 bərabərdir 0. İndi bir nöqtədə kəsişmək o deməkdir ki, birinci olaraq diskriminantı 0-a bərabərdir. Çünki bir nöqtədə kəsişir. Diskriminant 0 olmalıdır ki, bir kök olsun. Buradan nə alırıq? Diskriminant bərabərdir. Mənfi 6-nın kvadratı çıxaq 4 vurulsun A minus 1 vurulsun 3. O da bərabərdir 0. 36 çıxaq 12 vurulsun A minus 1 bərabərdir 0. Buradan A çıxaq 1 bərabərdir 3 alarıq və A bizə verər 4. Deməli, bir nöqtədə kəsişmək üçün A bərabər 4 olmalıdır. İndi ikinci bir hal nədir? Ola bilər ki, bu deməli, belə deyək də, parabolalar kəsişəndə, elə bir nöqtədə kəsişərlərsə, həmin nöqtədən biz bir düz xətt keçirsək, onda həmin düz xəttin alacağı qiymətlə bu funksiyaların alacağı qiymətlər bir-birinə bərabər olar. Yəni, bu ifadə xəttdə bir funksiyanı ifadə eləsə, onda mənfi 6x üstə gələk 3 bərabərdir 0 şəklində belə bir ifadə alırıq. Düzdürmü? Ya da ki, bağışlayın, belə bir xətti funksiya almalıyıq, doğrudur. Bu xətti funksiya almaq üçün hökmən x kvadratın əmsalı 0-a bərabər olmalıdır. Yəni, buradan da A 1-ə bərabərdir. Beləliklə A1 ilə A2-ni toplasaq, yəni A-nın ala biləcəyi qiymətləri toplasaq, biz 5 almış olarıq ki, doğru cavab da D bəndi olar. İndi isə 15-ci suala baxaq. 15-ci sualda deyilir ki, 2x kvadratı çıxaq 6ax üstə gəl 20 bərabərdir 0 tənliyinin köyləri x1 və x2-dir. x1 və x2 görən kimi biz bilirik ki, ata biz V teoremini tətbiq eləməliyik. V teoremi o halda tətbiq olunur ki, bizim kvadrat tənliyimiz, baxdığımız kvadrat tənliyi çevrilmiş kvadrat tənliyi olsun. Bu isə o halda mümkün olur ki, x kvadratının əmsalı 1 olsun. Tənliyə diqqət yetirsək görərik ki, x kvadratının əmsalı 1 yox 2-dir. Deməli, onun üçün verilmiş bu kvadrat tənliyi çevrilmiş kvadrat tənliyə gətirməliyik. Yəni, tənliyin bütün hədlərini 2-yə bölməliyik. Beləliklə, x kvadratı çıxaq, a bölü 2 vuraq x üstə gəl 10 bərabərdir 0. Buradan tənliyin köyləri cəmi üçün biz 2-də a almış oluruq. Tənliyin köyləri hasili üçün isə 10 almış olarıq. İndi deyir, a parametrini tapın. Gəlin tənliyin köyləri hasilindən yola çıxaq. Deməli, x1 vuraq x2 bərabərdir 10-dur. Onda x1-in yerinə yazıram. Tangens alfa üstə gəl 2 vurulsun. x2-in də yerinə yazıram. Kotangens alfa üstə gəl 2 bərabərdir 10. Beləliklə, tangens alfanı kotangens alfa üstə gəl 2-yə vurduqda, tangens alfanı kotangens alfaya vurduqda 1, tangens alfanı 2-yə vurduqda 2 tangens alfa, üstə gəl 2-ni kotangens alfaya vuranda 2 kotangens alfa, üstə gəl 2 dəfə də 2, 4, o da bərabərdir 10. Beləliklə 2 vurulsun. Mötərizə içində tangens alfa üstə gəl kotangens alfa, 1 üstə 4 gəldikdə 5, bərabərin sağına keçirdikdə isə mənfi 5 olur. Ondan da 5 çıxdıqda 5 qalır.
Beləliklə tangens alfa üstəgələk kotangens alfa bərabərdir 5 bölünsün 2 olar. Yaxşı, indi bir də köklər cəminə baxaq. X1-in yerinə yazıram tangens alfa üstəgəl 2. X2-nin yerinə yazıram kotangens alfa üstəgəl 2 bərabərdir A böl 2. İndi tangens alfa ilə kotangens alfanın cəmi 2-də 5-dir. 2 üstə 2 gəldikdə isə 4 alırıq. Bərabərdir 2-də A. Buradan ortaq məxrəc, hər tərəfi 2-yə vursaq, ya da belə deyək, heç ortaq məxrəc eləməyək. 2-yə vursaq 5 üstəgəl 8 bərabərdir A-dan. A üçün biz 13 almış olarıq. Yəni doğru cavab olar E bəndi. İndi isə 16-cı tənliyə baxaq. Deyilir ki, 1 minus tangens x vuraq kosinus x bərabərdir 1 tənliyini tapın. Həll edən olmalıydı, tapın yazıblar. Bunun üçün neyniyək? Əvvəldə 1 çıxaq tangens x-i tapaq. Alarıq 1 bölünsün kosinus x. Sonra bərabərin hər iki tərəfini kvadrata yüksəldək. Yəni 1 çıxaq tangens x-in kvadratı bərabərdir 1 bölünsün kosinus x-in kvadratı. Buradan 1 çıxaq 2 tangens x plus tangens kvadratı x bərabərdir 1 böl kosinus kvadratı x. 1 ilə tangens kvadratı x-in cəmi 1 böl kosinus kvadratı x-dir. Çıxaq 2 tangens x bərabərdir 1 böl kosinus kvadratı x almış olarıq. Kosinus kvadratı x-lər bir-birini aparsa bərabərin sağında 0 qalar. Beləliklə mənfi 2 tangens x 0-a bərabərdir. Buradan isə tangens x bərabər 0 olur. İndi tangens 0 nə zaman alır? X bərabərdir pi k-da. İndi burada diqqətli olmalıyıq. Deməli, mən belə bir şey deyib də, tutaq ki, mən k-ya 0 verirəm. K-ya 0 versəm, x-i 0 alaram. Beləliklə, tənlikdə aparıb yerinə qoysaq, 1 çıxaq tangens 0 vurulsun, kosinus 0. O da bərabərdir. Tangens 0-da 0 alır. Birdən 0 çıxdıqda 1, kosinus 0-da da 1 alır. Deməli, 1 vur 1 bərabərdir 1. Doğrudur. İndi k-ya gəlin biz 1 verək. Onda x bərabərdir pi almış olarıq. Beləliklə 1 minus tangens pi vur kosinus pi. İndi tangens pi-də yenə 0 alır. Amma kosinus pi-də mənfi 1 alır. 1-dən 0 çıxdıqda 1, mənfi 1-ə də vurduqda alaram mənfi 1. Halbuki biz 1-ə bərabər cavabı 1-ə bərabər almalıydıq. Deməli onda k-nın tək qiymətləri üçün həll doğru deyil. Ancaq k-nın biz 0, 2, 4, 6, 8 və s. Hətta bunun plus minus 2, plus minus 4, plus minus 6 və s. həllərini götürməliyik. Yəni bizim cavabımız x bərabərdir 2 pi k şəklində olmalıdır. Ona görə də doğru cavab olar E bəndi. Sonra 17-ci suala baxaq. 17-ci sualda belə bir loqaritmik ifadəni hesablamaq tələb olunur. Dərhal yazaq. 9 üzəri loqaritma 25 əsasdan 5. O da bərabərdir. Biz bilirik ki, belə olan halda 5 ilə 9-un yerini dəyişə bilərik. Yazırıq ki, 5 üzəri loqaritma 25 əsasdan 9. O da bərabərdir. 5 üzəri loqaritma 25-i yazaram 5-in kvadratı. 9-u yazaram 3-ün kvadratı. Kvadratlar bir-birini aparsa qalar 5 üzəri loqaritma 5 əsasdan 3. 5 loqaritma 5 də bir-birini aparır. Loqaritma 5 əsas bir-birini aparır və doğru cavab qalır 3. Bu hissəni tapdıq. Sonra 4 üzəri 2 bölünsün loqaritma kök altda 3 əsasdan 2. O da bərabərdir. Bunu bu şəkildə yazaq. 4 üzəri 2 vurulsun. 1 bölünsün loqaritma kök altda 3 əsasdan 2. O da bərabərdir. 4 üzəri 2 vurulsun. Tərsinə çevirsək loqaritma 2 əsasdan kök altda 3. O da bərabərdir. Deməli, biz 2-ni kök altda 3-ün qüvvətinə qaldırsaq, olar onda 4 üzəri loqaritma 2 əsasdan kök altda 3-ün kvadratı 3 verər. Digər tərəfdən 3 ilə 4-ün yerini dəyişsək, 3 üzəri loqaritma 2 əsasdan 4 almış olarıq. Loqaritma 2 əsasdan 4 də bizə 2 verər, 3-ün kvadratı da 9 olar. Beləliklə 3 ilə 9-un cavabı cəmi bizə 12 verər ki, doğru cavab da B bəndi olsun. Sonra 18-ci suala baxaq. Verilmiş tənliyin kökləri cəmini tapmaq tələb olunur. Loqaritma 2 əsasdan x kvadratı üstəgəl loqaritma 2 əsasdan modul x bərabərdir 6. Bu tənliyi nə cür həll eləməliyik? Biz bilirik ki, x kvadratı bərabərdir modul x-in kvadratına. Çünki burada modul x görmüşüksə, biz x kvadratı verirsə, dərhal biz x kvadratını modul x-in kvadratı ilə əvəzləməliyik. Buradan alırıq ki, loqaritma 2 əsasdan modul x-in kvadratı üstəgəl loqaritma 2 əsasdan modul x bərabərdir 6. 2 qüvvət olaraq qarşıya düşsə, 2 loqaritma 2 əsasdan modul x üstəgələk loqaritma 2 əsasdan modul x bərabərdir 6. Buradan 3 vurulsun loqaritma 2 əsasdan modul x bərabərdir 6. Buradan da loqaritma 2 əsasdan modul x bərabərdir 2. Və biz modul x üçün 2 üstü 2, yəni 4 almış olarıq.
Buradan x1 bərabərdir 4, x2 də bərabərdir -4 almış olarıq ki, tənliyin kökləri cəmi üçün də 0 tapmış olarıq. Yəni doğru cavab olar C bəndi. Sonra 19-cu suala baxaq. 19-cu sualda deyilir ki, permutasiya 6 elementdən 2 bölünsün x faktorial tam ədəd olarsa x-in ala biləcəyi qiymətlərin sayını tapılır. Gəlin əvvəlcə permutasiya 6 elementdən 2-ni hesablayaq. 6 faktorial bölünsün 6 çıxaq 2-nin faktorialı böl x-in faktorialı. Beləliklə 6 faktorial bölünsün 4 faktorial vur x faktorial. 6 faktorial açıram 4 faktorial vur 5 vur 6 şəklində böl 4 faktorial vur x faktorial və 4 faktorialları ixtisar aparsam axırda alaram. 5 vur 6 da biz bilirik ki 3 faktoriala bərabərdir. Bölək x faktorial. İndi mən bu ifadənin tam ədəd olmaq üçün x-ə 1 verə bilərəm, 2 verə bilərəm, 3 verə bilərəm. Çünki x-ə 1 versəm, onda olar 1 deməli 5 vuraq 3 faktorial böl 1 faktorial. Bu da eləyər 5 vuraq 3 faktorial. Yox, əgər mən x-ə 2 versəm, 5 vuraq 2 faktorial, 5 vuraq, başlayayım, 3 faktorial bölünsün 2 faktorial alaram ki, bu da 5 vur 3 o da bərabərdir 15 eləyər. Bir dəfə də 5 vuraq 3 faktorial bölünsün 3 faktorial yazsam 5 alaram. Yəni avtomatik olaraq deyirsiniz ki, x-in ala biləcəyi qiymətlərin sayı 3 ədəddir. Xeyr, x-in ala biləcəyi qiymətlərin sayı 4 ədəddir. Çünki x-ə 0 da verə bilərik və biz bilirik ki, 0 faktorial 1-ə bərabərdir və 5 vuraq 3 faktorial bölünsün 1 yenə bizə 30 verir. Yəni bu da tam ədəddir. Ona görə x-in ala biləcəyi qiymətlər 1, 2, 3 və 0, yəni 4 saydadır. Sonra 20-ci suala baxaq. Gəlin elə bunu şəkil üzərində qeyd eləyək. Deyir ki, AB DE-yə paraleldir, AC isə FK-ya paraleldir. Gəlin bu paralelliyi biz belə uzadaq. Baxın, DE parçasını uzadıram. Burada deyirəm bir J hissə, belə deyir, J ilə işarə eləyək. Və DF də, daha doğrusu FK da AC-yə paralel olduğu üçün gəlin bunu da bu istiqamətdə belə uzadaq və buranı da işarə eləyək bir H ilə. İndi deyək ki, YDF 130 dərəcədir, bu hissə 130 dərəcədir və KFD də 120 dərəcədir. Biz bilirik ki, 120 isə də daxili bucaq burada olmalıdır 60 dərəcə, 130-un da qonşusu eləməlidir o 50 dərəcə. 50 ilə 60-ı toplayırıq 110. Onda bu daxildəki bucaq üçün, yəni bu H bucağı üçün biz 70 dərəcə almış olarıq. İndi baxın, uyğun olaraq D'yi AB-yə və FK da AC-yə paralel olduğu üçün H bucağından A bucağı eynidir. Deməli, onda A bucağı ilə 70 dərəcə olar. Sonra 21-ci sualda gəlin elə şəkil üzərində həll edək. AB bizdə 12-yə bərabərdir. DY 3 cm-dir. Gəlin onların hər birini qeyd eləyək. 3 cm. Sonra AC DY-yə paraleldir. Əgər onda mən bu parçanı bu şəkildə uzatsam, yaxşı uzatmadıq bir dəqiqə, uzatsam, uzantı da elə, məsələn bir H desək bura, yəni onda YH da elə AC-yə paralel olar. Çünki DY AC-yə paralelsə, DY parçasını uzatsaq, onun uzantısı da elə AC-yə paralel olmalıdır. Sonra AD BD-yə perpendikulyardır. Yəni burada ABD düz bucaqlı üçbucaqdır və BY YC-yə bərabərdir. Baxın, əsas məqam budur. BY YC-yə bərabərdir. Deməli, onda Y nöqtəsi BC tərəfinin orta nöqtəsidir. Həmçinin HY tərəfi artıq AC-yə paralel olduğu üçün və Y nöqtəsi də BC-nin ortası olduğu üçün biz deyirik ki, sən demə HY orta xətt demiş. Orta xətt olmaq o deməkdir ki, H nöqtəsi də AB-nin ortasıdır. AB bizdə 12 isə burada 6 sm, 6 sm biz 2 hissəyə bölürük. İndi baxırıq ki, sən demə H-də də ABD düzbucaqlı üçbucağında median imiş. Çünki biz bilirik ki, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən median həm hipotenuzu yarıya bölür və uzunluğu elə hipotenuzun böldüyü yarısına bərabər olmalıdır. Yəni böldüyü hissələrə bərabər olmalıdır. Deməli H-də də 6 cm-dir. Beləliklə biz HY orta xətti üçün 9 cm alırıq və AC artıq bilirik ki, orta xətt paralel olduğu tərəfin yarısıdır. Deməli AC HY-nin 2 mislidir və 18 cm-ə bərabər olmalıdır ki, doğru cavab A bəndi edər. Sonra 22-ci suala baxaq. Ox kəsiyi düzbucaqlı üçbucaq olan konusun yan səthinin sahəsi 36 kök altda 3 cm-in kvadratıdır, düzdürmü? Deməli, gəlin bu dairəni çəkək və konusu da çəkək. Baxın, bu konusun bir doğranı, bu da
digər doğranı və indi baxın deyək ki, ox kəsiyi də baxın bu düz üçbucaqdır. Düzbucaqlı üçbucaqdır. Yəni bura 90 dərəcədir. Onda katetlər 90 dərəcə bitişik olan tərəflər katetlər, yəni konusun doğuranlar L-dir. Hipotenuz isə oturacağın diametridir, yəni 2R. Biz də bilirik ki, əgər düzbucaqlı, bərabəryanlı düzbucaqlı üçbucağa baxırıqsa da, hipotenuz katetin kök altda 2 mislinə bərabər olmalıdır. Yəni 2R L kök altda 2-yə bərabərdir. Buradan da L tapdıqda 2R'i kök altda 2-yə bölürük və biz alırıq kök altda 2 vurulsun R. İndi yan səthin sayısını nətər tapırıq? S-yan bərabərdir pi R vur L-dir. Buradan pi vur, R vur, L-in də yerinə yazıram. Kök altda 2 vur R bərabərdir 36 kök altda 2 pi santimetrin kvadratıdır. Pilər ixtisar getdi. Kök altda 2-lər ixtisar getdi. R-i R-ə vurduqda R kvadratı və bərabərdir 36 santimetrin kvadratına. Buradan isə R bərabərdir 6 santimetr. İndi konusun həcmini tapsaq, biz bilirik ki, bərabəryanlı düzbucaqlı üçbucaqda oturacağa endirilən hündürlük, yəni düzbucaq təpəsindən çəkilən hündürlük həm də median idi. Median olduğu üçün o, deməli, hipotenuzu yarıya bölür, yəni R şəklində bölür və öz uzunluğu da elə R-ə bərabər. Deməli, onda bu konusun hündürlüyü də elə radiusa bərabər olar. Beləliklə, həcmi üçün biz yazarıq V bərabərdir 3/1 pi R kvadratı vur H, V də bərabərdir 3/1 pi R kubu yaza bilərik. Çünki H-ın yerinə R qoysaq həmin ifadədir. Buradan da V bərabərdir 3/1 vurulsun, pi vurulsun. 6-nın kubu da bizdə edər 216 santimetrin kubu. Beləliklə 216-da 3-ə böldükdə 72 pi santimetrin kubu almış olarıq ki, doğru cavab da D bəndi edər. Sonra 23-cü sual olduqca maraqlı bir həndəsə sualıdır. O ABC rombunun OC tərəfi OX oxu üzərindədir. B-nin koordinatları 24, 12 olarsa A nöqtəsinin koordinatları cəmini tapın. Biz bilirik ki, rombdursa da rombun bütün tərəfləri bir-birinə bərabər olmalıdır. İndi baxaq. Biz əgər A nöqtəsinin koordinatlarını yazsaq, baxın, B nöqtəsinin ordinatı ilə, yəni Y ilə A nöqtəsinin ordinatının qiyməti eynidir. Deməli 12-dir. Sonra B nöqtəsinin, əgər biz B nöqtəsindən X oxuna perpendikulyar endirsək, həmin nöqtənin apsisi 24-ə bərabərdir. İndi C nöqtəsinin, deməli biz A nöqtəsinin bizdə koordinatlar cəmini tapmaq tələb olunur, düzdürmü? A nöqtəsinin apsisinə X desək, onda biz baxırıq ki, bu AB parçasının uzunluğu 24 çıxılsın X-ə bərabərdir, düzdürmü? İndi bəs C nöqtəsinin, deməli onda C nöqtəsinin koordinatı da elə 24 çıxılsın X-ə bərabər olar. Çünki koordinat başlanğıcından başlayıbdır. Bəs görəsən onda bax bu onda belə çıxır ki, OC-nin uzunluğu elə dediyimiz kimi 24 minus X-ə bərabərdir. Çünki Y oxu üzrə koordinatı yoxdur, 0-a bərabərdir. X oxu üzrə isə 24 minus X-dir. Koordinat başlanğıcından çıxdığına görə elə parçanın uzunluğu da 24 minus X-dir. Və rombun bütün tərəfləri bir-birinə bərabər olduğuna görə onda deyə bilərik ki, elə AO parçasının uzunluğu da 24 minus X-ə bərabərdir. Və biz burada burada bir hər hansı bir, gəlin bu nöqtəyə də bir H desək, AOH düzbucaqlı üçbucağını almış olarıq. Gəlin bu düzbucaqlı üçbucağı burada qeyd edək. Deməli H buradır, O buradır, A da buradır. Hündürlük bizdə AH 12-yə bərabərdir. OH bizdə X-ə bərabərdir. OA isə bizdə 24 çıxılsın X-ə bərabərdir. Və biz bir düzbucaqlı üçbucaqdan artıq X-i tapa bilərik. Beləliklə X kvadratı üstəgələk 12-nin kvadratı bərabərdir 24 minus X-in kvadratı. Buradan X kvadratı üstəgələk 144 bərabərdir 24-ün kvadratı 576 çıxılsın 24-ün X-in hasilinin 2 misli 48X üstəgələk X kvadratı. Baxırıq ki, X kvadratları bərabərin bir tərəfinə digər tərəfinə keçdikdə islah olur. Mənfi 48X-i bərabərin soluna keçirsək, müsbət 48X, 576-dan da 144 çıxa bilərik. Deməli, 32, 432 almış olarıq. X də bərabərdir 9 almış olarıq. İndi bizdən A nöqtəsinin koordinatlarını tapmaq tələb olunursa, Y 12 idi. Baxın, Y ikinci yazılmalı idi. X isə 9-dur. 9 və 12. Beləliklə, 9-dan 12-nin cəmi bizə 21 verər. Deməli, A nöqtəsinin koordinatları cəmi 21-ə bərabər olar. Sonra 24-cü suala baxaq. Bu bir xətti funksiya ilə bağlı sualdır.
A parametrinin hansı qiymətində 2A çıxaq 6 vurulsun x üstə gəlinsin a y çıxaq 8 bərabərdir 0 düz xəttin bucaq əmsalı 1 olar. Əvvəlcə buradan a y tapsaq alarıq 8 çıxaq 2A çıxaq 6 vurulsun x. Buradan da a y bərabərdir. Mənfini içəri salsaq 6 çıxılsın 2A vuraq x üstə gəl 8 almış olarıq. Buradan da y bərabərdir 6 çıxaq 2A bölək a vuraq x üstə gəl 8 böl a. İndi düz xəttin bucaq əmsalı k-nın qiymətidir. Deməli 6 çıxaq 2A bölək a bizdə 1-ə bərabər olmalıdır. Buradan 6 çıxaq 2A bərabərdir a, 3A bərabərdir 6 və a bərabərdir 2 almış olarıq ki, doğru cavab da B bəndi olar. Və bu testin sonuncu sualına baxaq. A nöqtəsinin koordinatları 2 kök altda 2 və kök altda 12-dir. Kök altda 12-ni isə bu şəkildə yaza bilərik. Yəni 2 kök altda 3 şəklində. B-nin koordinatları isə kök altda 18-i 3 kök altda 2 şəklində yazsaq 3 kök altda 2 və 4 kök altda 3 olar. Beləliklə AB vektorunun modulunu tapmaq istəyirik. Biz indi AB vektorunun koordinatını tapaq. Deyirik. B-nin koordinatından A-nın koordinatını çıxırıq. 3 kök altda 2-dən 2 kök altda 2 çıxdıqda qalır kök altda 2. 4 kök altda 3-dən isə 2 kök altda 3 çıxdıqda qalır 2 kök altda 3. Beləliklə AB vektorunun modulu bərabərdir kök altında bu koordinatların kvadratları cəminə. Kök altda 2-nin kvadratı 2, 2 kök altda 2-nin kvadratı isə 12 və biz alırıq kök altda 14 və doğru cavab da edər E bəndi. Beləliklə biz 5-ci sınavında suallarına tamamilə baxdıq. Ümid edirəm ki, hər hansı bir səhvə yol verməmişəm. Baş verəcək cüzi səhvlərə görə də hər birinizdən əvvəlcədən üzr istəyirəm. Kanala abunə olmağı, videoları bəyənməyi və paylaşmağı sizdən xahiş edirəm. Sağ olun, diqqətiniz üçün təşəkkürlər.